Deməli uşaqlar, bura gələndə olan xəbəriniz olsun, bilin ki, onlayn da bilet alsanız fərqi yoxdur. Deməli, kassaya gedib, onlayn bilet aldığınızda belə bir şey çıxardın, bileti çıxardın. Yəni, Excel kopyasını çıxardın mütləq, print eləyin. Və bura gələndən sonra, orada 2.2 euro fi ödəyirsiniz burada, kassada, bilet almaq üçün. Yəni bilet almışsa onunla, yəni yenə də ödəyirsiniz 2.2 euro. Ondan sonra əgər bagajınız varsa, avtobusda da hər bagaj sayına görə 2 euro alacaqlar. Yəni bilginiz olsun. Ekstra 4-5 euro burada verəcəksiniz. Deməli uşaqlar, Tiranaya gəlib çatmışam. Amma mənə çox maraqsız gəlir, bilmirəm. Əvvəlcə buk eləməmişəm. Nə otel, nə hostel, heç bir şey. Mindim avtobusa, getirəm mərkəzə. İngiliscəni bilmirlər, danışmaq, communication yoxdur yəni konkret olaraq. Neysə, görək başımıza nə gəlir. İlk baxışdan sevmədim buranı. Çox busy, çox trafik var yollarda. Yəni saat 2-də gəlib bura çatmalıyıq, saat 5-dir. 3 saat gec qalmışam. Aşağı büdcə ilə səyahətin acılarıdır bunlar. Okey. Gəldik, çatdıq. Hostelə. Burada bir dənə heç saran tanımıram. İnternetim də qutarmışdı. Və burada gəlmişəm, bir avtobusda bir dənə uşaq gördüm. İngiltərəlidir. Ona dedim ki, hara gəlsən, hostelə qalacaqsansa dedim. Mənə də apar, çünki mən heç edəm bilmirəm burada nə var, nə yox. Gəlmişəm indi ona hostelə. Gedək görək, başçı nəyə gəlir. Uşaqlar, deməli, hostel, Tiranada yerləşən hostel, bu qardaşa qoşuldum, gəldim buraya, yaxşı ki, onunla gəlmişəm. Çünki çox təmizdir, normal, qəşəngdir. Qiymətləri normaldır məncə. 16 euro, 17 euro falan, belənçinə. Private room var, 25 eurodur, bir gecə, bomba kimidir. Mətbəxi burada ləzzətli, belə living roomu falan. Axşam da sangria night var. Bəlkə ola bilsin ki, qoşuldum bura. Biraz əyləncə eləyək də Tiranada. Bu da Tirana küçələri. Sanki 28 maydayam. 28 mayın köhnə variantı. 10 il bundan əvvəlki o qarma-qarışıqlıq, küçə alveri olan vaxtı. Mən Tiranada sandviç, ancaq pizza. Sandviç, pizza, hər yerə gelsən sandviç, pizza. Və mən hara gedirəmsə istəyirəm ki, oranın traditional, yəni yerli yeməyini yoxlayam, dadam. İndi gəldim burada Tiranada bir yer dedilər mənə, Oda restoranı. Gəlmişəm ora. Albanian food, görək nə var burada. Belə bir dənə yerdir. Uşaqlar, hətta menüləri bilə millidir. Hansısa heyvan dərisindən düzəldiblər. Maraqlı yer. Yeməyə gəlib, nəsə maraqlı bir şey oxşuyur. Uyda, uyda. Nədirsə bu? Temadır bu. Enjoy. Thanks, man. Süperdi.
Eu mun praia comer me gusta pensar na Classe praia! No. Eu ia estar na Peguei